Rayderson Hurtado və 7 Jorge Silva. Belə ilə mübarizə başlayır maçın başı hakimi Cavid Cəlilov. Ötürmə qapı qarşısına. Topu uzaqlaşdırır. Yenidən imkan var orada. Roderick Miller zərbədən sonra top qapıdan keçir. Hesabı açır Torontomuz futbolçuları. Topu uzaqlaşdıra bilmir Qəbələ komandası və Roderick Miller'in ötürməsindən sonra diye təkrarı topu qapıdan keçirən Miller idi yoxsa başqa komanda yoldaşı mı? İzlirik təkrarı. Miller orada ötürmə etmişdi. Alejandro Serrano isə topu qapıdan keçirən futbolçuydu. Roderick Miller'in ötürməsi Alejandro Serrano tamamlayır. Topu qapıdan keçirir. Bax burada yerə yıxılan Qəbələ futbolçuları var idi, amma Cəlilov hazırda topun ona daxil edilməsini istəyir. Jorge Silva ötürməyə qapı qarşısına. Vadji, qüvvətli zərbə. Adriel Balua ilə Domi Massomo hücum qurmağa çalışırdı bu arada. Əks hücum. Ayxan Hüseynov boşda ona var orada. Filip Ozoviç. Qapçını üst-müz qalır Ozoviç. Zərbə və top qapıdadır. Filip Ozoviç. Sürətli qurulan əks hücum. Filip Ozoviç. Torontomuzun ikinci golunu vurur. Ayxan Hüseynov'dan ötürmə. Filip Ozoviç'dən zərbə. Topu ələ keçirən və sürətli əks hücum quran Torontomuz komandası. Bax, bu epizodda oyundan kənar vəziyyətdə yox idi və Filip Ozoviç zirə maçından sonra Qəbələ ilə görüşdə də fərqlənməyi bacarır. Hesab 2-0 olur. Ayxan Hüseynov'un ötürməsi və Ozoviç'in dəyiq zərbəsi. Balua ötürmə sağ tərəfə. Eşkin Əhmədov baxır irəliyə. Massumov ötürmə gözləyir orada. Eşkin zərbə indirir. Top geri qayıdır. Daha bir zərbə. Son toxunuş Torontomuz futbolçularından ötürmə qapı qarşısına uzaq tərəfə. Zərbə alınır. Ardınca daha bir cəhd. Bax burada. Keita topu çərçivəyə göndərə bilmədi. Diqqətlər Turan Manafov'da. Turan Manafov endirir zərbəni və top tilin üstündən keçir. Qəbələ komandasının sol cinah müdafiəçisindən təhlükəli zərbə və top tilin üstündən keçir. Bu zərbədən sonra Enrique Silva itirir topu. Akkinadeli keçir top. Domi Massumo qapçı ilə üzböz qala bilər. Massumo'nun ötürməsi. Zərbə! Qapı tili! Qapı tili qola mane olur. Akkinadeli'den top meydanı tərk edir. İzləyək təkrarı. Massumo'nun ötürməsindən sonra Baluanın zərbəsi və top tirdən qayıdır. Qəbələnin qola çox yaxın olduğu an. Bu da həmin o zərbə. Burada Kunde. Adi vəziyyətdə top itkisi Qəbələ futbolçularından. İbrahim Vadji top orada mübarizə və avtoqola fikir verin. Anlaşılmazlığa fikir verin Qəbələ komandasında. İnanılmaz vəziyyət. Göz qola gətirir. Avtoqol hətta. Seydina Keita. Turan Tovuz üçün 3-cü qolu vurur. Adi bir vəziyyətdə Eşkin ondan qapı qarşıya göndərilə top Akkinadeli'yə çatmır. Eşkin çox yaxşı saxlayır topu ötürə qapı qarşısına. Zərbə alınır. Balua zərbə indirir. Samuk! Daha bir zərbə bloklanır. İnamlı oyunları. Eşkin. Top Enrique Silva'dan çıxır. Bax, komandadan Ayxan Hüseynov baxır ətrafına. Ayxan istiqaməti sola çevirməyə çalışır, bacardı bunu. Filip Ozoviç. Ötürmə geriyə, hətta sağ tərəfə. Alejandro Serrano. Serrano! Rıza Cəfərov. Qaydan top. Vadjidən top meydanı tərk edir.
Epizodun təkrarını yerə yıxılır Şahin, qayda pozulmayıb orada. Jo Batista ötürmə sağ tərəfə. Jorge Silva, Jorge! Topu qapının üstündən vurur. Keyfiyyətli zərbə idi, yaxşı zərbə idi. Lükəli zərbə zamanı Jorge Silva. Son 20 dəqiqə maçda. Renan Passi topu meydandan çıxarır. Qalib gəlmiş olsaydı, İmişli ilə xal fərqini 2-yə endirə bilərdi. Cavid Cəlilovun final fiti səslənir və 14-cü turdan təxirə salınan Qəbələ Turan Tovuz maçı başa çatır. İlk 20 dəqiqədə vurulan 2 gol, ikincisi də vurulan kuryoz bir avtogol Seydina Keytadan və ilk onda Turan Tovuz təxirə salınan o maçı 3 golla 3 xalı qazanaraq bitirir.